Federalizm ya istiqlaliyyət şüarının bəhsinin devamında İnsaf Əli bəy Hidayətin bir qıssa danışığın cümləsini deyəcəyim və ondan sonra mən o fikri dəyərləndirəcəyim. Rejim və hakimiyyət. Bu iki danadan birini seçməlidir. Bu üç danadan birini seçib onunla müzakirə eləməlidir. Əgər biz istiqlalçılar olmasaq, federalçılar ciddi tutulmaz. Çünki rejim qabağında bir cibhə var, o cibhə ilə danışacaq. O zaman ki istiqlalçı var, rejimin seçənəyi var. O istiqlal fikri ki gəldi, Təbriz, Bakı, Ankara, biz hara farslar, hara və istiqlalı qoydu meydana. Orada da şu hökumət deyir, mən hangi fikirlə oturub danışa bilirəm. İndi danışmaz. Görürsünüz ki, federal sizi hətta təşkilat ki, o pozisyonda, eşikdədir, zəf edir, sizi, yəni federalçıları qəbul eləmir. Harada qala ki, istiqlalçıları qəbul eləyə. Amma nəhayətdə əgər İranın mərziləri, mövcudiyyəti, hakimiyyəti xətərə düşsə, seçeneği olacaq istiqlalçılardan və federalçılardan hangisini seçin və onlarla yola gəlim, hangisini imtiyaz verin və onun əsasında eləyə bilim ki, özümü saxlayayım. Əgər istiqlal olmasa federala heç zat verməz. Əziz Hidayət bəyin bu danışığında çox önəmli bir məqam var. Ona toxunmaq istərdim. Bu zehniyyət ki, bu dəlil və burhanı gətirir ki, güya istiqlalçıların olması rejimi bir son anlarda, o çətin anlarda federalçılarla müzakirə məcburiyyətində qoyar deyə bir teori ortaya gəlir. Bu teori ya bu zehniyyət, tövcihgər zehniyyət adını qoysam mən yaxşıdır. Bu məntiqi çoxdan bəri eşitmişəm. Bu məntiq oradan gəlir ki, istiqlalçılar zaten özləri də bilirlər ki, istiqlaliyyət şüarı bugün üçün milli demokratik hərəkatımıza uyğun deyil. Ona görə bu şüara tövcih, bu şüarı uyğunlaşdırma ki, bizim yolumuz düzdür deyə bu istidlal gətirirlər ki, güya istiqlalçılar üçün vardılar. Ruzi məbadada rejim federalçılarla müzakirələr, istiqlalçılar seçməz. Baxın, bu istidlalın yanlışlığının əsası buradadır ki, rejim əsasən İranda hər bir milli fəala, federalçılar və ya hətta ana dil istəyənlərə, yəni İranda hər kimsə milli həqlərin adını çəkirsə belə, ona deyirlər təcziyə tələb, ya farsça cüdai tələb. Rejim zaten federalçıları təcziyə tələb adlandırır. Yəni nə? Yəni özü istiqlal tələb adı qoyur bizim üstümüzə ki, tapdıya bilsin, ki, sərkub eləyə bilsin, ki, zehniyyət-i mərdumi bu şüarı verənlərə xarablasın. Bu nə deməkdir? Bu deməkdir ki, istiqlal şüarını verənlər rejim mərdumi sərkub eləmək üçün əlinə bir vasitə verir, əlinə bir əbzar verir. Sərkub əbzarı. Yoxsa niyə bizə desin də təcziyə tələb? Bu deməkdir ki, təcziyə tələb desə, yəni istiqlalçı şüarı verənlər, o daha çox sərkub eləyə bilər. Daha çox bu hərəkatı mərdumun zehniyyətində, kamuoyunda, ümumi əfkarda xərablaya bilər. Görürsünüz ki, bu təhlil nə qədər yanlışdır. İkinci dəlil ki, bu tövcih ya bu təfsiri ki, Hidayət bəy deyirlər, yanlış olmasını aşkara çıxardır. Odur ki, məgər biz rejiminə müzakirə edəcəyik ki, rejim bizi seçsin ya istiqlalçıları seçsin. İstiqlalçılar olsa güya bizi seçərlər. Gələk məsələn Kürdistanda rejimlərin istəsə Kürdistanda bir qruhla müzakirə eləsin, federalçılar seçməyəcək, oraya deyəcək ki, yox orada üçün istiqlalçı yoxdur, sizi seçmirəm. Amma Azərbaycanda üçün istiqlal şüarını verəm və mən federalçılar seçirəm. Belə olar. Gözü bu xiyalatına nə qədər yaxındır. Siyasət gerçəklərin tələbinin əsasında qurulur və müzakirələr də olursa gerçəklərin əsasında olur. Bir başqa bir yanlışlıq odur ki, bu istiqlal şüarını verib veya federal şüarını vermə bu aşamada Türk Milli Demokratik Hərəkatına İranda rejiminə müzakirə söhbəti deyil. Çünki yəni bizim hərəkatımız o aşamada deyil. Bizim hərəkatımız güc toplama aşamasında, millətləşmə aşamasında, milli fikrin cəmaətimizin içində yayılma aşamasında.
Bu aşamada biz güc toplama aşamasındayıq. Bu aşamada hansı şuar, hansı strateji, hansı taktik uygundur ki bizim cemaatimizi hərəkata tərəf yaxınlaşdırsın və hansı uygun fikir və ya şuardır ki bugün başqa millətlərin hərəkatının içində sempati qazansın, müsbət baxılsın, genel əfkar ümumidə ona müsbət baxılsın. Bizim söz konumuz bizim müzakirə deyil ki rejim gəldi federalçı ya istiqlalçı seçsin. Bizim əsas sorunumuz bugün güc toplamadır. Yəni bir fikir ortaya qoymalıyıq, bir şuar ortaya qoymalıyıq ki cəzzabiyyət olsun, cemaat qorxmasın, cemaat ona yaxınlaşa bilsin, şərait onun uyğunlaşmasına fərahəm olsun, cemaat o çərçivədə özün organizə edə bilirsin, sən eləyə bilərsən, mərkəzə təsir edəsən. İstiqlal şuarı ilə bu işlər görmək olmaz. Amma federal şuarı ilə bu işlər görmək olar. Burada söz konusu budur. Ona görə o istidlalları ki, İnsaf Əliyev gətirir burada. O istiqlal şuarını bu aşamada toc eləmə dərindən yanlışdırlar.